Ərkivan Xeyriyyə Cəmiyyəti bugün bir yenilik eləyir, Ərkivanlı tələbələrlə görüş keçirdik. Biz bununla bağlı əlavə sujetimiz, xəbərimiz olacaq. Amma bu xeyirxah addımı atmaqda bizə dəstəkçi olanlara öz təşəkkürümüzü bildiririk və onların adlarını sizə bildirmək istəyirik ki, siz də bilin tələbələrimizə, Ərkivanımıza kimlər dəstək olur. Ərkivan Xeyriyyə Cəmiyyətinin tələbələrlə keçirdiyi görüş mükafatlandırmasına ilk maddi dəstək Qasımov qardaşlarından gəldi. 2000 manat. Sonra 2000 manat Məmmədov qardaşlarından, Zeynəba məhəlləsində yaşayan Məmmədov qardaşlarından gəldi. 1000 manat Qərib Dadaşovdan gəldi, İsoba məhəlləsindən Sumqayıtda yaşayan xeyriyyəçimizdir. 500 manat Anar Dadaşovdan gəldi. O da İsobadadır, hazırda ABŞ-da yaşayan iş adamıdır. 300 manat Yasər Mehdiyevdən Həsnə küçədə Moskvada yaşayır o da. 300 manat Süleyman Həsənovdan gəldi, o da Həsnə küçədəndir. Bizim Kazan üzrə nümayəndəliyinin sədridir, Xeyriyyə Cəmiyyətinin. 200 manat Amid İbadovdan gəldi, İsoba məhəlləsindən. 200 manat Əlniyaz Əskərovdan gəldi, Miyonlu məhəlləsindən Bakıda yaşayan iş adamımız. 200 manat Elşən Əskərovdan gəldi, o da Miyonluda yaşayan, Bakıda yaşayan daha doğrusu iş adamımızdır, Xeyriyyə Cəmiyyətinin daimi xeyriyyəçilərindən biridir. 200 manat Hacı Rəşad Mirzəyevdən gəldi, Bədirli məhəlləsindən, Bakı şəhərində yaşayır. Hazırda bu tədbiri keçirdiyimiz Grand restoranı da ona məxsusdur, daimi tədbirlərimizin keçirildiyi məkandır. 100 manat Aydın Kazımovdan gəldi, İsobadan, Sankt-Peterburqda yaşayan iş adamımızdır. 100 manat İlqar Əliyevdən gəldi, bizim tanınmış stomatolog, Bakı şəhərində yaşayır, Bədirli məhəlləsindəndir. Digər bizim yardım eləyənlər 100 manat Talih Babayev, Karate üzrə 3 qat dünya çempionu, Dağlıqça məhəlləsindəndir, Bakıda məşqçidir, hamı tanıyır. 100 manat Süleyman Qurbanovdan gəldi, İsobadan olan iş adamıdır, Bakı şəhərində yaşayır. 100 manat Elgiz Məmmədovdan gəldi, beynəlxalq dərəcəli idman ustası bizim çempionumuz, Həsənə küçədəndir, Kaliningrad şəhərində yaşayır. Hamı onu gözəl tanıyır. 100 manat Elmar Cəbrailovdan gəldi, İsoba məhəlləsi. 100 manat Rahim Kazımovdan gəldi, o da İsoba məhəlləsindəndir. Hər birinizə Xeyriyyə Cəmiyyəti adından dərin təşəkkürümüzü bildiririk. Var olun, nə yaxşı ki, sizin kimi xeyirxah insanlar vardır.